Değerli izleyiciler, Əli Həsənovun mülklərinin varidatının siyahısı yayılıb və belə bir təqdimatla ki, Prezident aparatının ictimai siyasi şöbəsinin sabiq rəhbəri, bir sıra çirkin oyunların müəllifi Əli Həsənovun varidatının bir qisminin siyahısı yayınlanıb. Amma Əli Həsənovun prezident köməkçisi olduğu yazılmayıb bu təqdimatlarda. Niyə görə bu düzəliş edirəm? Sonda deyəcəm, indi isə həmin siyahını sizə təqdim edirəm. Bir, Bakı şəhərində Dostluq və Yaşayış kompleksi 7 blok 18 mərtəbə. 2, Bakı şəhərində Evrostroy SS Yaşayış kompleksi 12 bloklu 16 mərtəbələrdən ibarət olan 2 kompleks. 3, Bakı şəhərində Rahatlığın məkanı Gold Yaşayış kompleksi 25 blok. 4, Bakı şəhərində Araz 2011 Yaşayış kompleksi. 5, Bakı şəhərində Heydər Əliyev prospektində 6 bloklu yaşayış kompleksi. 6, Bakı şəhərinin Nərmanov rayonunda Çanaqqala restoranı ilə üz-üzə 5 bloklu bina. 7, Bakı şəhərinin Ceyhun Hacıbəyli küçəsində Araz İnşaat tərəfindən tikilən yaşayış kompleksi obyekt olaraq tikilərək icarəyə verilmiş daşınmaz əmlaklar. 1, Nərmanov rayonunda Ağa Neymətullah küçəsində 5 ədəd qeyri-yaşayış sahəsi, hər biri 3-5 min kvadrat metr. 2, Nərmanov rayonu Atatürk prospekti 6-8 ünvanında Araz şirkətinin yerləşdiyi 2 mərtəbəli ofis binası. 3, Ziya Bünyadov prospektində 31 ədəd qeyri-yaşayış sahəsi, beton zavod, mağazalar və s. 4, Nərmanovda köhnə erməni qəbristanlığı ərazisində 3 futbol stadionu. 5, Nərmanov rayonu İqtisad Universiteti ilə üz-üzə 10.000 kvadrat metr ərazisi olan avtoqalereya. 6, Nərmanov rayonu Əhməd Rəcəbli küçəsində 4 ədəd obyekt, Hilal elektrik binası və yanındakı 3 bina. 7, Nərmanov rayonu Təbriz küçəsində 3 qeyri-yaşayış sahəsi. 8, Azadlıq prospektində inşa edilmiş otel binası. Restoranları 1, Fəvvarələr meydanında Cook Zone restoranı. 2, Park Bulvar Metroparkda Big Chef və Fast Food restoranlar şəbəkəsi. 3, Nərmanov rayonu Atatürk parkında park restoranı. 4, Nərmanov rayonu Atatürk parkında Bee House restoranı. 5, Nərmanov rayonu Atatürk parkında Garden restoranı. 6, Nərmanov rayonu Həsən Əliyev küçəsinin G. Murad küçəsi ilə kəsişməsində 50 sot ərazidə Şadlıq evi və gecə klubu kompleksi. 7, Nərmanov rayonunda yerləşən hamam kompleksi. 8, Nərmanov parkı ərazisində 3 ədəd restoran və oyun attraksiyonları. Dövlət hesabına tikilərək mənimsənilmiş obyektləri. 1, Nərmanov rayonu Koroğlu Rəhimov küçəsi 3A ünvanında dövlət hesabına tikilərək mənimsənilən 12.000 kvadrat metr qeyri-yaşayış sahəsi. 2, Nərmanov rayonu Heydər Əliyev prospektində dövlət hesabına tikilmiş 5 binada qohumlarının adına yazdırdığı 10 ədəd mənzil. Zamin, Azər, Zahid, Fərasət və digər qohumlar. Villalar. 1, Əhməd Rəcəbli küçəsində Hilal elektrik mağazasının arxasında tikilmiş 3 ədəd 4 mərtəbəli villa. 2, İstanbulun lüks səmtində Boğaz mənzərəli qəsr qiyməti 25 milyon ABŞ dolları. 3, Şamaxıda 4 ədəd villa, Novxanıda 2 ədəd villa, Nərmanovda köhnə erməni qəbristanlığı ərazisində 6 ədəd villa və digər obyektləri. 1, Zavod. İstanbulda Mercedes markalı yük maşınları istehsal edən zavod, dəyəri 120 milyon ABŞ dolları. 2, Kənd təsərrüfatı. Ramanıda 10 hektar ərazidə 1000 baş heyvanın saxlandığı ferma. 3, Gecə klubu. Nərmanov rayonunda Las Vegas gecə klubu. 4, Nərmanov rayonunda 30 ədəd ticarət köşkü və avtoyuma. 5, Nərmanov metrosu üzərində 4 ədəd qeyri-yaşayış sahəsi. İddialara görə Əli Həsənovun indi burada qeyd edilən mülkiyyətinin qiyməti 2 milyard dollardan çoxdur.